Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Əliyevin Pezeşkiyana zəngində şok detal. Hansı mesaj verildi? Azərbaycan üzərindən Ermənistana taxıl partiyası göndərildi. İranda çevrilişə cəhd edilir. Xankəndidə hazırda nə qədər erməni yaşayır? Rusiya hiddətlənib, Azərbaycanla yeni müharibə istəyir. Prezident İlham Əliyev Pezeşkiyana zəngində yaranmış gərginlikdən narahatlığını bildirdi və Azərbaycanın vasitəçilik təklifini təqdim etdi. Bu telefon zəngi İran ətrafında hərbi ssenarinin reallığını əks etdirən məqamlardan biridir və bu vəziyyət Bakını narahat edir. Birincisi, İranda mümkün müharibə regionda Azərbaycana da təsir edə bilər. Bu baxımdan Bakı gərginliyin aradan qaldırılmasında maraqlıdır. Azərbaycanın qarşıdurma tərəfləri arasında vasitəçilik imkanları böyükdür. İkincisi, İranda hərbi qarşıdurmada Azərbaycanın hədəf kimi göstərilməsi cəhdləri var. Bayramov Əraqçıya Azərbaycanın platforma olmayacağını izah etdi. Ardınca prezidentin İranlı həmkarına zəngi Bakıya qarşı kampaniya fonunda əhəmiyyətlidir. Əliyevin zəngini Pezeşkiyana dəstək kimi də oxumaq olar. Amerika ilə qarşı durmada mümkün ssenarilərdən biri zəif ehtimal olsa da, teokratik rejimin arxa fona keçməsi, idarəçilikdə prezident administrasiyasının önə çıxmasıdır. Bu halda İran daxilindəki qrupların mübarizəsi perspektivləri yaranır və belə bir ssenaridə Bakının dəstəyi Azərbaycanlı Pezeşkiyanın mövqeyini gücləndirəcək. Eyni zamanda Amerika başda olmaqla xarici oyunçuların rəyinə təsir edə biləcək amilidir. Qeyd edək ki, yanvarın 31-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyana zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, söhbət zamanı Azərbaycanla İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir daha qeyd edilib. Telefon danışığı əsnasında İran prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb. Bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafika uyğun aparıldığı vurğulanıb. Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb. Prezident Məsud Pezeşkiyan öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar barəsində fikir mübadiləsi aparılıb. Təmasların davam etdirilməsi barədə razılıq əldə olunub. Siyasi şərhçi Asif Nərmanlı. Fevralın 1-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib. Telegraf xəbər verir ki, bu dəfə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon Biləcəri dəmir yol stansiyasından yola salınıb. Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu, 19900 tona yaxın taxıl göndərilib. İranın mərhum ali rəhbəri Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni ölkədə baş verən ümumxalq etirazlarını çevriliş cəhdi adlandırıb. Telegraf xəbər verir ki, o, mövcud rejimin hakimiyyətdə olduğu müddətdə belə halların yaşanacağını deyib. Yaşadığımız müddətcə bunlar olacaq, amma biz patologiyanın mənbələrini təhlil etməliyik. Düşmənin ən böyük təbliğatlarından biri İran İslam Respublikasındakı korrupsiyanın reallıqdan daha böyük göstərilməsidir. Hər yerin korrupsiyaya məruz qaldığı, hər yerdə korrupsiyanın olduğu fikrinin təlqin edilməsi təbliğati fenomendir və təsir də göstərir. Məhkəmə sistemi bu kimi hallarla mübarizə aparmalıdır, Xomeyni bildirib. Hazırda Azərbaycanın Xankəndi şəhərində 2 erməni əsilli şəxs yaşayır. Telegraf xəbər verir ki, bu barədə Azatutyon məlumat yayıb. Həmin şəxslərin Azərbaycanda könüllü olaraq qaldıqları bildirilir. Ermənistanın Əmək və Sosial Məsələlər naziri Arsen Torosyan yanvarın 23-də bəyan edib ki, Xankəndidə yaşayan 10 erməni əsilli şəxs öz istəyi ilə Ermənistana köçüb. Azərbaycan Respublikasında yaşayan 10 erməni və 1 rus əsilli şəxs
Azərbaycan və Ermənistanın müvafiq orqanlarına müraciət edərək Ermənistan Respublikasına köçmək istəyini bildirib. Müraciətlər əsasında həmin şəxslər Ermənistana köçürülüblər. Arsen Torosyan qeyd edib ki, həmin şəxslər 2023-cü ildə Qarabağda yaşayan ermənilərin könüllü şəkildə Ermənistana köçməsindən sonra öz istəkləri ilə Azərbaycanda qalıblar. Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması Rusiyanı hiddətləndirib. Telegraf xəbər verir ki, bunu erməni politoloq David Stepanyan deyib. Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Trump marşrutu ilə bağlı açıqlamasını gülünc və acınacaqlı adlandırıb. Kim deyirsə ki, Trump marşrutunun gələcəyi yoxdur, yalan danışır. Əgər bu çıxılmaz yoldursa, bəs alternativ nədir? Ermənistan heç vaxt indiki qədər suveren olmayıb. Ölkəmiz Qarabağ münaqişəsinin girovuna çevrilib. Artıq altımızda yerləşdirilmiş belə bir bomba yoxdur. Stepanyan Robert Köçəryanın bağlı olduğu, Rusiyanın da bölgədə sülh yox, müharibə istədiyini söyləyib. Rusiya görür ki, heç nə onun istədiyi kimi getmir. Buna görə də əsəbləşir. Onlar müharibə istəyirlər.